Hamınızı salamlayıram. Bugün biz Rıza Zeyut'un olduqca təxribatçı bir kitabına əsaslanaraq Osmanlı tarixinin çox da danışılmayan, bir qədər qaranlıq bir tərəfinə birlikdə nəzər salacağıq. Bütün bu söhbətimizin, təhlilimizin əsasını məhz bu kitab, Rıza Zeyut'un bu əsəri təşkil edəcək. Bir anlıq bu sual üzərində düşünək. Çünki bu sual əslində bizi qarşıdakı dəqiqələrdə üzləşəcəyimiz, heyrətamiz hətta şok edici faktlara hazırlayacaq. Yaxşı, gəlin başlayaq. İndi görəcəkləriniz 16-cı əsr Osmanlı İmperiyasından gələn, insanın qanını donduran bəzi real hökmlərdir. Və budur ilk fətvam. Fikir verin, sadəcə Ramazanda oruç tutmamaq və bunu bir də uydurma adlandırmaq birbaşa ölümə bərabər sayılırdı. Bu, dövlətin nə qədər barışmaz olduğunun ilk siqnalıdır. Burada isə hədəf başqadır, fərqli inanclar. Əgər sənin mənəli rəhbərin dövlətin cızdığı yoldan kənardadırsa, sən də avtomatik olaraq ölümə məhkumsan. Mesaj çox bəsit və amansızdır. Ya bizimləsən, ya da yoxsan. Və sonuncu, bəlkə də ən ağlasığmaz fətva, sadəcə bir cümlə, bir lənət və hökmün ölümdür. Bütün bunları görəndə adamın ağlına tək bir sual gəlir. Necə yəni? Belə bir sistem necə işləyə bilərdi? Bütün bunların arxasında dayanan məntiq nə idi? Gəlin indi məhz bu əsas sualın cavabını axtaraq. Bütün bu sərtliyin kökündə dayanan o ideoloji nəzarət mexanizminin təməllərini anlamağa çalışaq. Hər şey, baxın, bu terminlə başlayır. Əhli sünnə. Amma aldanmayın, bu sadəcə dini bir seçim deyildi. Bu, əslində, hakimiyyətin özünü qoruması üçün mükəmməl şəkildə dizayn edilmiş siyasi bir alət idi. Dövlət üçün din Allaha yox, sultana xidmət etməli idi. Bu cədvəl aradakı o fundamental uçurumu çox aydın göstərir. Baxın, bir tərəfdə yuxarıdan zorla tətbiq edilən, sərt, hüquqi bir dövlət dini var. Digər tərəfdə isə xalqın öz təbii axarında formalaşan daha çevik inancları və bu iki dünyanın toqquşması əlbəttə ki, qaçılmaz idi. Bu seçimin arxasında isə əslində çox hiyləgər bir strategiya yatırdı. Bu yolla müstəqil din xadimləri təbəqəsi, yəni ulema, tamamilə məhv edildi. Artıq onlar Allahın sözünü yayanlar yox, dövlətdən maaş alan məmurlara çevrildilər. Beləcə, dinin dövlətə meydan oxuma ehtimalı sıfıra endirildi. Yaxşı, ideoloji təməli anladıq. Bəs bu sistem praktikada necə işləyirdi? Dövlət fərqli düşüncəni cinayətə çevirmək üçün inancı necə bir silaha döndərirdi? Cavab, bax bu kəlmədə güclüdür. Zındıqlıq. Bu termin dövlətin ən güclü silahı idi. Siyasi bir etirazım var. Sən artıq müxalif yox, kafirsən, zındıqsan. Sultana qarşı çıxmaq, birbaşa Allaha qarşı çıxmaq kimi təqdim edilirdi. Sərhədlər bilərəkdən, qəsdən beləcə yox edilirdi. Və bunu etmək üçün də amansız bir təbliğat maşını işə salınmışdı. Məqsəd nə idi? Rəqibləri xalqın gözündə o qədər iblisləşdirmək, o qədər şeytanlaşdırmaq ki, onlara qarşı hər cür zorakılıq tamamilə haqlı görünsün. Baxın, bu, o təbliğatın ən bariz nümunələrindən biridir. Tamamilə uydurma bir hədislə o dövrdə Anadoluda dövlətin əsas siyasi dini rəqibi olan qızılbaşlar kimi qruplar birbaşa hədəf alınırdı. Onlar İslamdan dönənlər elan edilir və qətillərinə asanlıqla fətva verilirdi. Başqa bir məşhur taktika da vardı, əxlaqsızlıq damlası. Hər hansı bir xalq hərəkatını gözdən salmaq üçün onlara dərhal cinsi pozğunluq, əxlaqsızlıq kimi ittihamlar atılırdı. Məqsəd onları kütlələrdən təcrid etmək, uzaqlaşdırmaq idi. Yaxşı, bəs bütün bu ideoloji təzyiq və təbliğat real həyatda nəyə gətirib çıxardı? Gəlin imperiyanın o məşhur qızıl dövründə baş verən hadisələrə bir nəzər salaq. Bu siyahı özü əslində hər şeyi deyir. Çox qısa bir zaman kəsiyində bir-birinin ardınca partlayan nəhəng xalq üsyanları. Bu, bizə onu göstərir ki, dövlətin tətbiq etdiyi o ideoloji təzyiq əslində cəmiyyətdə nə qədər böyük bir sosial partlayışa səbəb olurmuş. Sistem sanki öz əks təsirini yaradırdı. Dövlət bu üsyanları dinsizlik adlandırsa da, o dövrün öz salnamələri, tarixçiləri əsl səbəbi açıq-aydın yazır. Zülm, rüşvət və çarəsizlik. Yəni, problem dində deyildi, problem insanların artıq cana doymasında idi.
Amma dövlət öz ideoloji silahını çox məharətlə istifadə etdi. İqtisadi və sosial səbəblərdən baş verən bu üsyanlar uğurlu bir şəkildə dindən çıxma hərəkatı kimi təqdim edildi. Nəticədə nə oldu? Zülmün qurbanları birdən-birə dinin düşmənlərinə çevrildi və onların qətliamı asanlıqla qanuniləşdirildi. Yaxşı, üsyanlar və onların amansızcasına yatırılması. Bəs bütün bunların cəmiyyət üzərindəki uzunmüddətli, dərin psixoloji təsiri nə oldu? Zelyutun argumentinin kulminasiya nöqtəsi, ən can alıcı yeri məhz budur. Və bu təsirə o qul zehniyyəti adını verir. Bu, dövlətin əsl hədəfi idi. Elə bir cəmiyyət yaratmaq ki, insanlar özlərini təbiətən günahkar, cəzaya layiq və hakimiyyətə tam itaətkar bir varlıq kimi görsünlər. Sual verməyən, sadəcə boyun əyən bir qul. Və bu zehniyyəti formalaşdırmaq üçün iqtisadiyyat da bir vasitə idi. Zelyutaya görə dövlət bilərəkdən xalqı yoxsul saxlayırdı. Çünki ac insan üsyan haqqında yox, bir tikə çörək haqqında düşünür. Bu da idarə etməni çox asanlaşdırırdı. Beləliklə, gəlin bütün bu prosesi, Osmanlının bu nəzarət formulunu addım-addım ümumiləşdirək. Bu, bütün gördüklərimizin arxasındakı o soyuq məntiqi çox aydın şəkildə ortaya qoyur. Və sonda bu tarixi təhlil bizi bugünkü günümüzlə bağlı çox dərin bir sualla üz-üzə qoyur. Bu sual təkcə keçmiş haqqında deyil, həm də bugün gücün, mədəniyyətin və fərdi azadlığın təbiəti haqqındadır.